Hər vaxtınız xeyirli olsun, hamınızı xoş gördük, əziz izləyicilər. Yeni bir xəbəri sizlərə oxuyacağım. Xahiş edirəm, videomuzu sonacan izləyin və kanalımıza abunə olmağı, paylaşmağı unutmayın. İrandan atılan raket Türkiyədə zərərsizləşdirildi. Bəli, İrandan atılan ballistik raket Türkiyədə hava məkanına doğru hərəkət edərkən zərərsizləşdirilib. Müsavat xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə İrandan buraxılan və İraq ilə Suriya hava məkanını keçən ballistik raket Türkiyə istiqamətində hərəkət edərkən vaxtında aşkarlanıb. Raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilən hava və raketdən müdafiə sistemləri tərəfindən havada vurularaq zərərsiz hala gətirilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Diqqətinizə görə təşəkkür edirəm.